Qoyunlarım cənnətdədir. Bu hələ ki bu yaz üçün olandır. Amma sizə demişdim, gələcək üçün belə bir otlaq hazırlayacağım ki, bütün il boyu belə yaşıl cənnət olsun. Onu da gələcəkdə birlikdə görəcəyik. Bugün isə izləyicilərin çoxu məndən sadəcə qapalı qoyunçuluq haqqında soruşur. Əslində bu gördüyünüz sahə mənim gələcəkdə quracağım qapalı sistem fermanın ərazisidir. Məndə tam fərqli olacaq. Həm qapalı, həm otlaq. Həm çobansız, eyni zamanda da qoyunlar sərbəst. Salam dostlar, hər vaxtınız xeyirli uğurlu olsun. Çoxunuz məndən qapalı qoyunçuluq sistemi ilə bağlı bilgilər istəyirsiniz. Öncədən deyim ki, doğru bir bilgi axtarışındasınız. Çünki bu birdən-birə olmasa da tədricən bu köçəri qoyunçuluq, yaylaq, qışlaq, bu sistem tamamilə yox olacaq. Bu biz istəsək də, istəməsək də, dünya düzəni dəyişdikcə, hər sahə modernləşdikcə, heyvandarlıqda da olacaq. Necə ki, hal-hazırda dünyada demək olar ki, bu yarı-yarıyadır. Qapalı sistemin çox müxtəlif formaları var. Hər ölkədə fərqli və eyni yerdə bir neçə fərqli formada. Əslində bu sistemin elə bir ölçüsü, elə bir qanunu yoxdur. Kimə necə uyğun olursa o cürdə qurur. Amma biz hər birini araşdırmalı, özümüz üçün uyğun olanı, ən gözəlini seçməliyik. Buna görə də düşünürəm ki, mənim bu mövzu haqqında hələ çox videolarım olacaq. Bugün isə sizə mən öz gələcək planım haqqında danışmaq istəyirəm. Bu planım biraz gec real ola bilər deyə, hələ ki mövcud olan tövləmizi modifiyə edib, orada qapalı davam edəcəyik. Yəni bu sərmayə ilə əlaqədardır. Başladığım zaman da görüntülərdə olacaq. Amma fikirlərimi də paylaşıram ki, ola bilər içinizdə fikrimi bəyənən və sərmayəsi olan dostlarımızdan olar ki, bu fikirdən faydalana bilər. Belə ki, mənim seçimim Avropada çox geniş yayılmış bir sistemdir ki, çox bəyənirəm. Bunu 5 hektar sahə üçün nəzərdə tutmuşam, lakin olmadığı halda məcbur elə bu 3 hektarda da edəcəm. Tövlə tam hazır qapalı şəraitə uyğun olacaq. Çünki yağışlı, qarlı havalar nəzərə alınmalıdır. Amma qoyunlar qapalıda tutulmayacaq. Ərazini 50 sot olaraq 5 hissəyə böləcəm. Tellə ya tok çobanla, gələcəkdə imkan olarsa da yeni çıxan lazer çəpərləməklə. Yəni əvvəl dediyim kimi gündə yeni bir şey çıxır, hər şey modernləşir. Bu da çıxdı, lazer çəpərləmə. Gözlə heç nə görünmür, amma heyvan çizdiyin sərhəddə toxunduğu zaman eyni tok çabanda olduğu kimi vurub geri atır. Bu 5 hissəyə çox illik olan 10-15 ot bitki qarışığı ki, içində həmişə yaşıl qalan və quraqlığa dözümlü olan bir möhtəşəm otlaq etmək və heyvanları bura ardıcıllıq şəkildə buraxmaq. Belə ki, bu həftə heyvan buraxdığın yer sulanıb bağlanır, keçirsən o biri qapını açıb buraxırsan. Bu qayda ilə həm qoyunlar çöldə otlayır, həm işçi olmadan. Mən bunu qapalı sistemin ən mükəmməl forması kimi görürəm və bunu həyata keçirmək istəyirəm. Gələcəkdə bu sistemin başqa formalarında danışacağım. Fikrimi bəyəndinsə abunə olub paylaşmağı unutma. Növbəti videoda görüşmək ümidi ilə.